Salam hörmətli izləyicilər, biz siz daha çox yararlanasınız deyə yeni WhatsApp kanalı açdıq. Burada da suallar paylaşırıq və WhatsApp kanalına da keçid edib sualları tez bir zamanda işləyə bilərsiniz. Qeyd edim ki, bunun linkini də yenə videonun açıqlama hissəsinə yerləşdirəcəm. Eyni zamanda bizdə həm YouTube postlarında, həm Telegram kanalımızda da çoxlu suallar, sınaqlar paylaşılır ki, onların da linklərini yerləşdirəcəm. İndi isə WhatsApp kanalında paylaşdığımız bir neçə sualın izahına baxaq. Çoxunun səhv etdiyi sözü düzgün qeyd edin. Bu YouTube postunda da paylaşmışdıq. Bir neçə dəfə hətta paylaşmışıq. Çünki səhvlər çox olurdu. Burada cavab manastır. Yəni bir çox sözlərdən fərqli olaraq manastır sözündə I hərfi var. Bunu yadınızda saxlayın uşaqlar. Keçək digər suala. Digər sualımız bizim sertifikasiya, MİQ sertifikasiya sınağından götürülmüş sualdır. Bu sualda yenə biz YouTube kanalında izahını vermişik. Bu kanalda yerləşdirmişik. Yəqin ki, baxmısınız. Ona görə bunu cavablarını burada demirəm. Sonra digər sualımız çaşdırıcı 6-cı sinif sualı. Burada nə deyilir? Burada deyilir ki, böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrini axtarırlar. Cümləsində həm hal, həm də mənsup şəkilçisi qəbul etmiş ismi müəyyən edin. Biz daha çox testlər işləyərkən bu sözlər fikir vermirik. İsim sözünün əvəzinə söz düşünürük və nəticədə səhv etmiş oluruq. Baxın, burada özündə sözündə hal və mənsubiyyəti var. Özgələrində sözündə də hal və mənsubiyyəti var. Amma öz sözü hansı nitq hissəsi uşaqlar əvəzlikdir, özgə sözü isə sifətdir. Həyatın sözündə ın iyəlik hal şəkilsi, cavabımız isim olan məna sözün kökü s mənsubiyyət, n isə nə oldu uşaqlar? Hal. Demək cavabımız oldu mənasının sözü. Keçək digər suala. Digər sual